Çoxluqlar üzərində əməllər mövzusuna dair ev tapşırığının izahı. Sual 1. A, B, C, D. B, C, D, Y, F çoxluqları verilmişdir. Tapın. A və B çoxluqlarının birləşməsi. Biz bilirik ki, iki çoxluğun bütün elementlərindən təşkil olunmuş çoxluğa bu çoxluqların birləşməsi deyilir. Gəlin burada da A və B çoxluqlarının birləşməsini yazaq. Olacaq A, B, C, D, Y və F. Keçək B bəndinə. Burada isə A və B çoxluqlarının kəsişməsini istəyir. İki çoxluğun kəsişməsi isə onların ortaq elementlərindən təşkil olunmuş çoxluğa deyilir. A və B çoxluqlarının ortaq elementləri isə C və D elementləridir. Deməli, biz burada A və B çoxluqlarının həm birləşməsini, həm də kəsişməsini tapdıq. Sual 2. M 1, 2, 3, 4, 5, 6, N 2, 4, 6, 8, 10 çoxluqları verilmişdir. Tapın. M çıx N. Biz bilirik ki, M çoxluğunun N çoxluğuna daxil olmayan bütün elementləri çoxluğuna M və N çoxluqlarının fərqi deyilir. Gəlin burada M çıx N fərqini tapaq. 1, 3, 5. M çıx N fərqinin elementləri 1, 3 və 5'dir. Keçək B bəndinə. Burada isə bizdən N çıx M, yəni N çoxluğu ilə M çoxluğunun fərqini istəyir. Burada isə M çoxluğunda olub, N çoxluğunda olmayan elementləri yazacağıq. Yəni 8 və 10. Deməli, biz bu misalda M və N çoxluqlarının, həmçinin N və M çoxluqlarının fərqini tapmış olduq. Sual 3. Eyler-Venn diaqramına görə A, B, A birləşir B və A kəsişir B çoxluqlarını yazın. Gəlin əvvəlcə A çoxluğunun elementlərini yazaq. A bərabərdir. K, U, Y, D, L, M və P. Göründüyü kimi bunlar A çoxluğunun elementləridir. İndi isə gəlin B çoxluğunun elementlərini yazaq. M, L və P. Bu üç element isə B çoxluğunun elementidir. İndi isə bizdən A birləşir B və A kəsişir B çoxluqlarının elementlərini yazmağımızı istəyir. Və biz Eyler-Venn diaqramından görürük ki, B çoxluğu A çoxluğunun alt çoxluğudur. Deməli, A və B-nin birləşməsi bizə A-nı, A və B-nin kəsişməsi isə B-ni verəcək.